Salam uşaqlar, bugünkü mövzumuz 8-ci sinif fizika iş dəftərindəndir. Səhifəsini yazacağam, bilmirəm dəqiq belə. Deməli, birinci sualdan baxaq. Qara hərflərlə verilmiş sözlərdən uyğun olan altından xətt çəkin. Yerin cazibə qüvvəsi yerdəki bütün cisimləri özünə çəkir. Yəni, bütün cisimlər deyəndə yer tərəfindən cəzbə, okeanlar, dənizlər, axılınıza nə gəlsə, bütün cisimlər, ən kiçik cisimdən ən böyük cisimə qədər hamısı yer tərəfindən cəzb olunur. Bu qüvvənin istiqaməti yerin mərkəzinə doğru yönəlir. Yer səthinin yaxınlığında cisimlər bərabər təcillə düşür. Cisim cazibə qüvvəsinin təsiri ilə yerə doğru hərəkət edərsə, belə hərəkət sərbəst düşmə hərəkəti deyilir. Sərbəst düşmə deyilir. Sərbəst düşən cisimin təcili, sərbəst düşmə təcili adlanır. İkinci sualımıza baxaq. Yer və ya başqa planetlər tərəfindən cisimə təsirdən cazibə qüvvəsi ağırlıq qüvvəsi adlanır. Ağırlıq qüvvəsi. Bu qüvvə cismin kütləsi ilə sərbəst düşmə təcilinin hasilinə bərabərdir. Sərbəst düşmə təcilinin. Sərbəst düşmə təcilinin, yəni kiçik J hərfi ilə işarə olunur. Üçüncü suala baxaq. Ağırlıq qüvvəsi üçün sxem çəkilmişdir və tamamla. Biz bilirik ki, ağırlıq qüvvəsi F bərabərdir mg'dir. J'nin vahidi, təcili deyirik. Təcilin vahidi ilə eynidir. Metr bölünsün saniyənin kvadratı. M kütlədir. Burada kütlənin də vahidi kiloqramdır. Kütləsi 100 qram olan almaya təsir edən ağırlıq qüvvəsini tapın. Kütləsi 100 qram deyir. Əvvəlcə biz bu 100 qramı kiloqrama çevirək. Yəni 1000-ə bölək. Eləyir 0,1 kiloqram. Ağırlıq qüvvəsi F ağırlıq bərabərdir. mg. J'ni həmişə yerdə 10 götürürük. Kütləmiz 0,1. J'mizin də yerinə 10 qoyuruq. Cavab 1 Newton. 5-ci suala baxırıq. Qara hərflərlə verilmiş sözlərə uyğun olan altından xətt çəkin. Cisimlərin kütləsi artdıqca onlar arasındakı cazibə qüvvəsi artır. Cisimlər arasındakı məsafə artdıqca isə cazibə qüvvəsi azalır. İki cisimlərin qarşılıqlı təsir qüvvəsi F bərabərdir J, M1, M2 kütlələr bölünsün aralarındakı məsafənin kvadratı. Yəni qüvvə kütlə ilə düz asılıdır. Aralarındakı məsafənin kvadratı ilə tərs asılıdır. Ona görə məsafə artdıqca azalmalıdır. 6-cı suala baxırıq. Sükunətdə olan cisimin kütləsini 5 dəfə artırdıqda. Deməli, M2 bərabərdir 5 dəfə deyir. 5 M1. Ağırlıq qüvvəsi 15 Newton artır. Dəfə demir artıq 15 Newton deyir. Yəni ikinci halda ağırlıq qüvvəsi birinci halda ağırlıq qüvvəsindən 15 Newton çox. Görək nə deyir? Cismin əvvəlki kütləsini və ağırlığını tapın. Baxaq, biz bilirik ki, sükunətdəki vəziyyət deyirsə, yəni cisimlər Newtonun ikinci qanununa əsasən biz bilirik M bərabərdir M-a. Yəni qüvvə kütlə ilə düz asılıdır. Onda bunu yazırıq. F1, buradan yazaq. F1 bölünsün F2 bərabərdir. Düz asılı olduğuna görə M1 bölünsün M2. F1'imiz olduğu kimi qalır. F2'nin yerinə, bax burada yazılanı yazırıq. F1 üzərinə gəlinsin 15. Bərabərdir. M1'im olduğu kimi saxlayıram. M2'nin yerinə 5M1 yazıram. 5M1. M1'lərim ixtisar gedir. Çarpaz vururuq. 5F1 bərabərdir. F1 üzərinə gəlinsin 15 Newton. F1'i digər tərəfə keçək. 4F1 bərabərdir 15. F1 də bərabərdir 15 bölünsün 4. Yəni bu da nə edir? 3 tam 4'də 3. Yəni 3 tam %75. 3 tam %75 Newton. Biz birinci ağır qüvvəni tapdıq. Sonra bizə deyir, əvvəlki kütləni. Biz birincini tapdıqsa, buna da ağırlıq mg'dir, bərabər təcillidir. Cisimlər sərbəst düşdüyünə görə, sükunət vəziyyətindən düşdüyünə görə cisimlər sərbəst düşməkdir. Sərbəst düşmədə də J bərabərdir. Onu da yazırıq. Kütləni tapaq.
M bərabərdir, yəni M1 deyək, əvvəlki kütləni deyir çünki. F1 bölünsün J'yə bərabərdir. F1'imi necə tapdım? 3 tam %75. J'mizi də dedik 10 götürürük bərabərdir. 0 tam 1375 kiloqram. Bu bizim birinci kütləmiz. Sonra ikinci kütləni desə əgər, soruşurmu? İkinci kütləni desə 5 dəfə çox olduğuna görə 5 vurulsun 0'dan 375 olardı. Amma bizə ikinci kütləni demir və sonra nədir? Əvvəl və sonra təsir edən əvəzləyici qüvvədir. Əvvəlki qüvvə nə oldu? Əvvəlki qüvvə 3 tam %75. Sonraki qüvvə 15 Newton çox. Yəni F2 bərabərdir. F1'imi neçə tapdım? 3 tam %75. Üzərinə gəlsin 15 Newton çox. Bu da eləyir 18 tam %75 Newton. Hər iki halda cismə təsir edən ağırlıq qüvvəsinin diaqramını çəkin. Biz bilirik ki, cisimdə sərbəst düşəndə buna yer tərəfindən aşağıya doğru bir qüvvə təsir edir. Buna da ağırlıq qüvvəsi idi. Birinci halda 3 tam %75. İkinci halda isə artıq 18 tam %75 oldu. İkinciyə baxırıq. Cazibə qüvvəsinin təsiri nəticəsində cismin dayağa və askıya göstərdiyi təsir qüvvəsinə reaksiya qüvvəsi deyilir. Reaksiya. Sərbəst düşən cismin çəkisi, əgər bir cisim sərbəst düşürsə, yəni orada artıq çəki dayağa və askıya bu üzrü hesab eləyin, çəki adlanır. Cismin dayağa və askıya təsir qüvvəsi çəki adlanır, çəki. Əgər mənim çəkim yoxsa, mənim ipdən asılmayıb və yaxud da hər hansı bir səthin üzərində dolunmayıbsa bir cisim, yəni mənim askım və ya dayağım yoxdursa, bu zaman çəki sıfıra bərabərdir. Çünki bu halda təsir edən dayaq və askı mövcud deyil. Cismin belə halı çəkisizlik halı adlanır, çəkisizlik. Şəkil 9-cu suala baxırıq. Şəkildəki kimi yuxarı atılan cismin atıldıqdan yerə düşənədək çəkisi nəyə bərabərdir? Cismi atıb, topu atır, gəlib yerə düşənə qədər deyir. Deməli, bu topların burada olan hərəkətində nə burada askı var, nə dayaq var. Deməli, bu zaman deyə bilərik ki, cismin çəkisi sıfıra bərabərdir. Cavabınızı əsaslandırın, deyə bilərik ki, uşaq topu yuxarıya atandan zaman nə orada dayaq, nə də askı olmadığına görə cismin çəkisi sıfıra bərabərdir. 10-cu suala baxırıq. Şəkildə cismə təsir edən ağırlıq qüvvəsinin onun çəkisi ilə müqayisə edin. Biz bilirik ki, asılan zaman cismin çəkisi, baxın, bir dənə böyük çəkim. Biz ağırlığı həmişə cismin mərkəzi, burada da asılıbdır. Ağırlığı həmişə cismin mərkəzindən yerin mərkəzinə doğru yönəlirik. Buna F ağırlıq yazırıq. Lakin çəki isə askıya da və dayağa. Askı da buradan olduğundan, burada bağlandığından, bax, buradan bir təzyiq qüvvəsi, çəki qüvvəsi buradadır. Və bu cisim hərəkət etmədiyindən biz deyərik ki, buna cismin çəkisi elə ağırlıq qüvvəsinə bərabərdir. Bu ağırlıq qüvvəsi də ipdə yaranan gərilmə qüvvəsinə bərabərdir. Gərilmə qüvvəsi T hərfi ilə işarə edilir. 11-ci sual. Sabit sürətlə yerdən uzaqlaşan kosmik gəmidəki astronavtın çəkisi azalır. Bunun səbəbini deyin. Çəki də ağırlıq qüvvəsi kimi P bərabərdir. mg düsturundan istifadə olunur. P bərabərdir mg. Cismin kütləsi dəyişmir. Yəni, astronavtın kütləsi dəyişmir. O yerdə də, ayda da kütlə dəyişmir. Dəyişən burada sərbəst düşmə təsiridir. Bəs sərbəst düşmə təsiri nədən asılıdır? Böyük J, gravitasiya sahəsi və yerin kütləsi bölünsün R kvadratı. Yəni, burada nə demək istəyir? Məsafədən kvadratik asılıdır. Bizə deyir ki, uzaqlaşır. Yerdən uzaqlaşır. Yerdən uzaqlaşırsa, artıq bu J, M, yerin radiusu üzərinə gəlsin müəyyən bir hündürlüyün. Yəni, məsafə artır.
Məsafə azaldığından sərbəst düşmə təcili azalır. Sərbəst düşmə təcili azaldığından çəki də azalmış olar. Səbəbini belə izah edə bilərik. Yəni cismin qravitasiya sahəsinin intensivliyi kiçik j məsafənin kvadratı ilə tərs asılıdır. Cisim yer kürəsindən uzaqlaşdığından, yəni buna yer kürəsi deyək. Burada da bir cisim olsun. Buradan bura olan məsafə bu yerin radiusu və burada bir h hündürlüyü. Biz bunu götürərik. Ona görə r üzərinə h gəlirik. Yəni məsafə nə oldu? Aralarındakı məsafə artdı. Məsafə artdığından sərbəst düşmə təcili azalır. Sərbəst düşmə təcili ilə çəki düz asılı olduğundan bu zaman çəki azalmış olur. 12-ci suala baxaq. Sükunətdə olan cismin çəkisi 120 Newton olarsa onun kütləsini tapın. 12-ci sual. D cismin çəkisi 120 Newtondur. Kütləsini tapın. Kütlə bərabərdir. Çəki bölünsün J-yə. Çəkimiz 120. J-miz sərbəst düşmə təcilimiz 10. Bu zaman 12 kiloqram cismin kütləsi edər. 13-cü suala baxırıq. Şəkildə üfüqi səth üzərində sükunətdə olan bir cisim təsvir olunmuşdur. Ona təsir edən ağırlıq qüvvəsinin, cismin çəkisini və səthin reaksiya qüvvəsinin diaqramını göstərin. Gəlin göstərin. Biz dedik ki, cismin ağırlıq qüvvəsi cismin mərkəzində yerin mərkəzinə doğru yönəlir. Bu bizim olur ağırlıq qüvvəmiz. Sonra çəki. Çəki dayağa və askıya göstərilən tərzi qüvvəsi. Bax, dayağın üzərinə cismin dayağı harda təmas edir? Oradan aşağıya bir çəki, əksi vektorialdır. Və bir də dayağın reaksiya qüvvəsi, dayağın reaksiya qüvvəsi isə yuxarı doğru yönəlir. Reaksiya qüvvəsi də N hərfi ilə işarə edilir. Bu bunun diaqramı. 14-cü suala baxaq. Ağırlıq qüvvəsi ilə çəkinin oxşar və bir fərqli cəhətini izah edin, göstərin. Oxşar və fərqli. Ağırlıq qüvvəsi oxşarını hər ikisinin vahidi Newtondur. Hər ikisi vektorial kəmiyyətdir. Hər ikisi qüvvədir. Bunu deyə bilərik. Fərqli cəhət isə çəkisizlik halı mümkündür. Yəni çəki sıfıra bərabər ola bilər. Amma ağırlıq qüvvəsi, əgər cismin kütləsi varsa, bu mümkün deyil ki, bu cismin kütləsi ağırlıq qüvvəsi olmasın. Yəni J-si də, M-i də mövcud olduğundan ağırlıq qüvvəsi mövcud olur. Fərqli olanı. Yəni çəki sıfıra bərabər olar, amma ağırlıq qüvvəsi sıfıra bərabər ola bilməz. Çəki nə zaman sıfıra bərabər olurdu? Askı və dayaq olmasa çəki sıfıra bərabər olur. 15-ci suala baxırıq. Hansı halda cismin çəkisi ona təsir edən ağırlıq qüvvəsinə bərabərdir? Deməli, ağırlığın çəkiyə bərabər olduğu hal. Çəki bərabərdir F ağırlıq. Nə zaman deyir? Hansı halda? Biz bilirik ki, çəki dayaq və askı olmalıdır. Bərabər olduğu şərt cisimlərin sabit olduğu şərtdir. Məsəl üçün, bax bu halda cisim əgər hərəkət etmirsə, biz bunun çəkisinin ağırlığının qüvvəsinə bərabər olduğunu deyə bilərik. Və yaxud da bərabər sürətlə hərəkət etsə belə, ya bərabər sürətlə hərəkət etməlidir, ya da cisim sükunətdə olmalıdır ki, bu zaman deyə bilək ki, cismin çəkisi ağırlıq qüvvəsinə bərabərdir. Newtonun 3-cü qanunu. İki cisim arasındakı qarşılıqlı təsir həmişə qiymətcə bərabər, istiqamətcə əksdir. Masa üzərindəki kitab masaya 5 Newton qüvvə təsir edir. Bax, masaya təsir edir deyir. Yəni bunun çəkisini deyir. Bir kitabdır və bu masaya yaxşı çəkmədim. Masaya 5 Newton təsir edir. Masa tərəfindən kitaba göstərilən təsir qüvvəsinin istiqamətini. Baxın uşaqlar, masa tərəfindən reaksiya qüvvəsidir. Reaksiya qüvvəsi N hərfi ilə işarə olunur və bu cisim sükunətdə qaldığından elə bunun reaksiya qüvvəsi də 5 Newtona bərabərdir.
Futbolçu ayağı ilə topa zərbə endirir. Zərbə anında ayağın topa və topun ayağa təsir etdiyi qüvvələri müqayisə edin. Hər iki qüvvə Newtonun 3-cü qanununa görə bir-birinə bərabərdir. Ayaq topa hansı qüvvə ilə təsir edirsə, top da ayağa həmin qüvvə ilə təsir edir. Yəni qüvvələr bir-birinə bərabər, amma istiqamətcə əksdir. Sonra 3-cüyə bax, 4-cüyə baxaq. Newtonun 3-cü qanunundan istifadə edərək qayığın niyə hərəkət etdiyini deyək. Uşaqlar, bu qayıqdakı avar suyu arxaya itələyir. Suyu arxaya itələyir. Su da öz növbəsində qayığı irəliyə doğru itələyir. Bax, deyirəm, avar suyu itələyir. Belə daha bunun avardan, əlindəki avardan suyu arxaya itələyir. Su arxaya itələnir, amma suyun özü də bu kiçik qayığı irəliyə doğru aparır. Yəni, burada da Newtonun 3-cü qanuna görə görürük qüvvələr bir-biri ilə əksdir. Qüvvə bərabərdir. Yəni, bir qolu güclü adam nə qədər çox su dala itələyərsə, qayıq da o qədər qabağa gedər. Zəif adam nə qədər suyu az itələyərsə arxaya, qayıq da o qədər yavaş irəliləyər. 5-ci sualımıza baxaq. Qarşılıqlı təsirdə olan 4 kiloqram və 5 kiloqram kütləli iki cisim toqquşaraq əks istiqamətdə hərəkətə başlayılır. Kütləsi böyük olan cismin təcili 1 metr bölünsün saniyə kvadratı olarsa, digərinin təcilini tapın. Baxaq, 2 dənə kütlədir. Bunların böyük olanın 5 kiloqram, kiçik olanın 4 kiloqram və bunlar bir-birinə toqquşur və əks istiqamətdə deyir hərəkətə başlayırlar. Gəlin belə yazaq. M böyük, böyüyün kütləsinə yazaq 5 kiloqram. M kiçik bərabərdir 4 kiloqram və bu da böyüyün təcilini deyir. Yəni A böyük təcili bərabərdir 1-ə, A kiçiyi sorulur. Biz də bilirik ki, Newtonun 2-ci qanununa əsasən kütlə ilə təcil ilə kütlə tərs mütənasibdir. Yəni M kiçik bölünsün M böyük bərabərdir. Tərs olduğundan A böyük bölünsün A kiçik. Bu asılılıqdan istifadə edib məsələni həll edək. M kiçiyimin qiyməti 4 kiloqram, böyüyümün qiyməti 5 kiloqram bərabərdir, kəsir xətti. Böyüyümün təcilini verib 1, kiçiyin təcilini soruşur. Çarpaz vuraq. 4 A kiçik bərabərdir 5-ə. Buradan da A kiçik bərabərdir 1,25 metr bölünsün saniyənin kvadratı. Deməli, kiçiyin təcili isə böyükdür. Göründüyü kimi, kütləsi böyük olanın təcili kiçik oldu. Ağacdan qopmuş alma yer tərəfindən yer kürəsinə təsirdən cazibə qüvvəsi ilə yer tərəfindən almaya təsirdən cazibə qüvvəsini müqayisə edin. Bu da Newtonun 3-cü qanununa əsasən alma yeri hansı qüvvə ilə cəzb edirsə, yer də almanı o qüvvə ilə cəzb edir. Qüvvələr bir-birinə bərabərdir. Lakin niyə alma yer kürəsinə doğru hərəkət edir, yer kürəsi almaya doğru hərəkət etmirsə, bunun səbəbini bunların kütlələrinə uyğun deyə bilərik ki, almanın kütləsi müqayisə olunmayacaq dərəcədə çox-çox kiçik olduğundan alma yer kürəsinə doğru hərəkət edir və bunlar arasındakı qarşılıqlı təsir qüvvəsi bərabərdir. Bu qədər 8-ci sinif iş dəftəri.